Kiraya bir otaqlı ev. Gördüğünüz kimi kombidən belə hər şey var. Suyu dövlət suyudur, qazı var, işığı var. Yəni quyu suyu deyil burada. Düzdür, biraz əşya sistemi zəifdir, amma normal evdir də. Yəni 200 manata dəyəsi evdir. 200 manatdır. Qaz, işıq, suyun kommunalları sizlikdir. Yenə qeyd edirəm, əşyaları zəifdir. Amma 200 manata dəyər. Yerləşmə yeri Binə qəsəbəsi məsciddən yuxarı Dövran İnşaat ilə. Bax, onun tam yanındadır. Xudmanda həyət yan ərazisi var. Yəni ən azından bir paltarza asmağa yeri var da. 200 manata. Bu da sanitar qovşağıdır. Sanitar qovşağında aksesuarları var. Yenə qeyd edirəm videoda dostlar, krantlardan falan ola bilər hansısa xarabdır. Kim gəlsə onu özü düzəltsə kirayənin pulundan çıxılacaq. Yəni ilk birinci krant ola bilər xarabsa kirayənin pulundan çıxılacaq. Sonra kim xarab elədi? Təbii ki, yaşayan adamdır, özü də təmir edib düzəldəcək öz cibindən. Amma ilk birinci nə xarabdırsa ev sahibi qarşılayacaq onun pulunu.